Salamlayıram hər birinizi. Semaşka xəstəxanasında baş vermiş qanunsuzlarla bağlı burada danışacağım. Hər biriniz zəhmət olmasa ekranı bəyənin, videomuzu paylaşın. Buradan mən video müraciət edirəm Səhiyyə Nazirliyinə, Azərbaycan Respublikasının birinci xanımı, hörmətli Mehriban xanım Əliyevaya. Hörmətli Mehriban xanım, dövlət büdcəsindən ayrılmış vəsaitlərə baxmayaraq Semaşka xəstəxanasında xəstələrə müayinə üçün aparatın olmadığını bildirirlər. Xəstələrin bir çox həkimlər həyatlarını riskə atırlar. Onlara yalan danışırlar, onlardan rüşvət tələb edirlər, insan hüquqlarını pozurlar. Xahiş edirəm sizdən, mən dünənləri Səbail rayonunun yüzüçün əməkdaşları vasitəsilə Əliyevə Rübabə Məmməd qızını qanaxma səbəbi ilə birlikdə Semaşkaya aparmışıq və Semaşkada qadın cərrah bizə bildirmişdir ki, mən bunun səbəbini tapa bilmirəm, aparatda müayinə olunmalıdır. Çox savadsız bir cərrahdır. Həmən aparat orada ola, Mehriban xanım, həmən aparatdan xəstənin vəziyyəti pis olduğu halda onu aparatdan keçirtmədilər. Mən onun yatmaqdan orada imtina etdim, yatıstırmaq. Çünki baxmırlar orada xəstəyə. Mən bildirdim ki, buna müayinə eləyib, müalicə yazsınlar, mən evdə davam elətdirim Mehriban xanım bu müalicəni. Amma təəssüflər olsun ki, sizin dövlət büdcəsindən ayırdığınız vəsaitlər baxmayaraq, dövlət büdcəsi talan olunur, xəstələrə baxılmır, xəstələrin, vətəndaşların yəni hüquqları pozulur, xahiş edirəm. Əliyeva Rübabə Məmməd qızına qarşı laqeyd yanaşdıqlarına görə onu o aparat orada ola Mehriban xanım, dövlət büdcəsi hesabına alınmış aparatlar. Yalan mənə vəd verərək ki, o aparatlar orada yoxdur, xəstənin həyatını riskə atıb evə yola salaraq. O cərrah barəsində xahiş edirəm tədbir görəsiniz. O həkim barəsində çox xahiş edirəm. Yığıblar bizi boğaza konkret. Bu bəzi həkimlər Mehriban xanım bizi canımızı boğazımıza yığıblar. Rüşvət. Bunun da bir səbəbi var baxmamaqlarının. Gözləyirlər ki, biz ora girən kimi deyək ki, filan qədər hörmət edirik. Ondan sonra aparatı da salırlar, yaxşı da baxırlar, yola salırlar. Ancaq rüşvət. Xahiş edirəm ciddi islahatlar aparılsın Semaşka xəstəxanasında. Neçə həkim işdən çıxarılıb, baş vermiş qanunsuzlarla bağlı Mehriban xanım. Buna görə sizə təşəkkür edirəm. Mən hər zaman cənab Prezident İlham Əliyevin siyasətini dəstəkləmişəm. Hər zaman dövlətin maraqlarına xidmət eləmişəm. Sizin apardığınız uğurlu siyasəti həmişə dəstəkləmişəm, həmişə də dövlətimin yanındayım. Mən sizdən xahiş edirəm Mehriban xanım, ciddi tədbir görəsiniz bu barədə, ciddi araşdırmalar aparılsın və nəticəsi barəsində xahiş edirəm ki, bizə məlumat verilsin. Təşəkkürlər.